Salam dostlar, hamınız mətbəximə xoş gəlmisiniz. Bugün sizinlə birlikdə çox dadlı əsl kənd toyuğundan çığırtma hazırlayacağıq. Hazırsınızsa başlayaq. Kənd toyuğu biraz bərk olduğu üçün öncə qaynadıram, kəfini təmizləyib tam bişməyini gözləyirəm. Kənd toyuğu olduğu üçün suyu çox dadlı və şəfalı olur. Ona görə də mən bunu şorbalar və uşaq yeməkləri üçün hissələrə bölüb buzluğa qoyuram. Başlayaq soğanımızı soyub doğramağa. Bilirsiniz, kənd toyuğu çığırtmasının ən vacib hissəsi elə bu soğanlardır. Kimisi soğanı çox sevmir, amma inanın çığırtmanın canı məhz bu soğanların yaxşı qovrulmasıdır. Mən soğanları biraz çox doğrayıram ki, bişəndə şirin, ləzzətli bir sos yaransın. Qazanın içinə bir parça kərə yağı atıram. Görürsünüz, yağ əriyən kimi soğanlarla necə gözəl rəngi alır. Artıq qoxusu mətbəxi bürüyüb. İndi ədviyyatlarımızı da əlavə edirik. Məncə ədviyyat yeməyin imzasıdır. Hər şey qədərində olan da daha gözəl olur. İndi qoyun, bütün ləzzətlər bir-birinə qarışsın. Biraz da birlikdə qovrulsunlar. Toyuqlarımız da yerini aldı. İndi bu ləzzətli ət parçaları soğan və kərə yağı ilə tamamilə bütünləşəcək. Biraz da belə bişsinlər. Görək. İndi isə işin ən rəngli hissəsi pomidorlar. Mən pomidorun qabığını soymağı sevirəm, çünki yeməkdə qabaq hissəsinin qalması xoşuma gəlmir. Belə soyanda daha zərif, tamamilə əriyən bir sos alınır. Biraz vaxt aparır, amma nəticəyə dəyər məncə. Pomidorlarımızı əlavə edək. Mən pomidorun o şirəsinin toyuqla qarışmasını çox sevirəm. Baxın, qazanın rəngi necə dəyişdi. Sanki bir anda canlandı. Pomidorlar biraz yumuşalana, şirəsini ətə verənə qədər gözləyirik. Artıq yeməyimizin hazır olmasına çox az qalıb. Yumurtalarımızı sındırırıq. Azca duz əlavə edib qarışdırırıq. Və asta-asta yeməyimizin üzərinə əlavə edirik. Çığırtmanın əsl gözəlliyi də məhz bu yumurtaların toyuq şirəsi ilə o dadlı birləşməsindədir. Və ən gözəl hissə, təravətli yaşıl göyərtilərimiz. Bu göyərtiləri əvvəlcədən doğrayıb buzluqda saxlayıram. Belə yeməklər olanda əlavə edirəm. Baxın o rənglərin ahənginə. Göyərti çığırtma elə bir hava qatır ki, sanki yemək bir anda təzələndi. Və budur, yeməyimiz hazırdır. İnanın, dadı da görüntüsü qədər möhtəşəmdir. Hazırlayan hər kəsə nuş olsun. Və inanıram ki, siz də bəyənəcəksiniz. Videomuzu bəyəndinizsə, like etməyi və bildirişləri açmağı unutmayın.